Sefer Dado kimi tanınan Səid Əliyev 4 gün qabaq polis idarəsinə çağırılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs cəzası alıb. Hazırda o Binəqədi təcridxanasında saxlanılır. Polis bölməsindən evlərinə telefon açan Dado, qardaşından yol patrul xidməti avtoş mahnısının youtube.com-dan götürülməsini israrla bildirib. Fevralın 28-i isə qardaşı Əli Əliyev Redçi ilə görüşə bilib və Dado ona oxuduğu mahnıya görə təzyiqlərə məruz qaldığını deyib. Ayın 24-dən 25-nə təxminən də ya 24-dür ya 25-i bizim həyətə, yəni bizim yaşadığımız həyətə də Mirəli Qaşqa 24-də bir Prado markalı maşın gəldi. İçindən bizim sahə inspektoru çıxdı, 2 dənə də əməliyyatçılarla. Məndən soruşdular ki, bəs Dado hardadır, Dado ilə bəs işimiz var. Birinci mənə çaşdırdılar Dado ilə, sonra da soruşdular ki, Dado hardadır, bəs bizim toyumuz var, biz istəyərdik onu dəvət edək də həmin toya. Mən də dedim ki, problem yoxdur, yəni onun bizim sahədə işləyirsinizsə, yəni biz sizə heç təmənnasız gələrik toyunuza. Sonradan xanım 2 gün bundan sonra ayın 27-si bizə zəng gəldi evə. Dedilər ki, bəs Bakı Xanov küçəsində maşın adam vurub. Yəni qəza baş verib. Bir dənə zəhmət olmasa siz Səidə deyin ki, gəlsin. Yəni Dadonun adı Səiddir də. Yəni Səidə deyin ki, gəlsin, bəs maşınını yoxlayaq, ekspertizdən keçirdək, baxaq görək nə deyil. Mən də Səidə dedim, Səid dərhal getdi ora. Oradan baxdılar ekspertizə, yəni təxminən bir 3-4 dəqiqə ekspertiz apardıqdan sonra göndərdilər. Səidə dedilər ki, gedə bilərsən, bir dənə prosta gəl burada qol çək, 1-2 sənədə. Ondan sonra gedə bilərsən, yanıb azadsan. Ondan sonra xanım, Səid gedib maşından disk gətirsin, yəni hədiyyə olaraq versin Qurbanəli adında orada işləyən adama, əməkdaşa. Ona vermək istəyəndə, yəni bu şey olubdur, qaydanda bununla üzbəyiz bir adam gəlib, yəni mülki formada polis olub, əməliyyatçı olub. Buna, yəni sərt formada çiyin atıbdır. Sərt formada buna çiyin atıbdır və çiyin atandan sonra yapışıb yaxasından. Səid də mənə danışandan sonra mən bunların hamısını bilmişəm. Səid mənə deyib ki, mən də elə bildim, deyir, indi bizdə belə bir zarafatlar olur da, yəni deyib, yaqın hansısa bir tanışdır. Mənlə belə bir zarafat edib. Mən çöndüm, bu mənim yaxamdan tutdu ki, bəs sən mənə çiyin atırsan, yəni necə sən mən polis əməkdaşım, sən bilirsən. Buna apardılar, basdılar həmin o Prado markalı 10 XX, səhv eləmirəmsə 10 XX 767 markalı maşını. Basdılar, apardılar xanım bu Nəsimi rayon polis idarəsinə. Mən özüm getdim Nəsimi polis idarəsinə, dedim ki, bəs nə olub da, yəni mənə heç bir xəbər vermədilər, dedilər ki, gözlə küçədə. Yəni mən küçədə təxminən 1 saat gözlədikdən sonra gördüm ki, Dadonu çıxartdılar, həmin maşını oturtdular, apardılar, mən də bunların arxasıca getdim, apardılar 21-ci bölməyə. 21-ci bölmədən bunlar dərhal 10 dəqiqədən sonra getdilər Nəsimi məhkəməsinə. Nəsimi məhkəməsində 3 saat və 4 saata yaxın bunlar hakimi gözləyiblər ki, hakim gəlsin. 3-4 saatdan sonra bilməm, indi həmən günü qərar çıxarılıb yoxsa yox, mən getdim ora girdim, növbətçi hissədə gördüm, gözləyirlər. Mənə əməliyyatçı dedi ki, get sən geçən 21-ci bölmənin qabağına orada gözlə. Ora yerləşdikdən sonra buna başlayıblar təhqiri, yəni sözlər deməyə. Yəni söyüşlə söyüblər, təhqiri nəlayiq sözlər deyiblər, yəni çox pis söyüşlər söyüblər. Deyiblər ki, bəs sən nə klip çəkmisən, bu nədir? Bu, yəni YPX mahnısına görə bunlar hamısı, yəni bu belə loru dildə desək, bunu, yəni Spanirovna, rus dilində desək, Spanirovna действие. Bunların hamısının o yalandan kimsə bizi polislər, dövlət yol polis idarəsindən çağırıblar. Yalandan deyiblər ki, nəsə bir hadisə baş verib. Yəni bunların hamısı bu YPX mahnısına görədir. Yəni mən bunu, çünki Səid mənə, yəni növbəti gün mənə zəng elədi. Orada kimsə onun yanında tələsdirirdi. Mənə qayıtdı, dedi ki, Əli, o mahnını internetdən çıxart. Yəni o mahnını ümumiyyətlə bütün saytlardan yığışdır. Oradan da kimsə deyirdi ki, tez elə artıq söz danışma, artıq söz demə. Yəni oradan kimsə ona yanında durmuşdu da, kimsə onu deyir.
Mən görmüşəm onu dünənləri. Mən getdim onun yanına, məndən oturdu, danışdı. Dedi polislər məndən çox pis rəftar ediblər. Yəni çox söyüş-sövblər, təhqir ediblər. Deyir KPZ-də də mən oturanda mənə nalayiq sözlər, mənə deyirdilər ki, götür bu əskini, yığışdır buraları. Yəni belə bir necə deyim, rus dilində desəm unizительно. Konkret ona bildiriblər ki, sən bu mahnıya görə sən kimsən, nəçisən, yəni nalayiq ifadələr, yəni nalayiq sözlər deyiblər ona. Mənə zəng... Bəli, mən götürməmişəm YouTube-dan, mən onu götürə bilmərəm. O kütləvi yayılan bir videodur, onu mən götürə bilmərəm oradan. Yəni mən indi öz, məsəl üçün, kiməsə zəng vurub deyə bilərəm, 1-2 nəfər götürsün. Yəni o video artıq 2010-cu ildə bəlkə də neçə min nəfərin şəxsi kompüterində o mahnı var. 25 min mi? Mən eşitdiyimə görə xanım 11 min 2 gün bundan qabaq idi, bu günləri 25 mindir. Bəli, axşam artıb olub 25 min, yəni bu kütləvi informasiya. Bir də xanım onun nəzərinizə də çatdırım ki, bu kütləvi informasiya vasitələrinə mən çatdırdığımdan sonra ki, Dado belə bir saxlanılıb da, Dadonu tez bir halda Nəsim polis idarəsindən göndərdilər Binəqədi tədrisxanasına. Yəni müvəqqəti saxlama, inzibati xətalara görə müvəqqəti 10 sutka, desək 10 sutka, yəni belə indi 7 sutkası qalıb. Özündən razı, bənziyir şara Seriya, YP, maşın, BMW Bəli, bizim qayalar, bizim YPX Bizi qorumurlar, bizdən xeyir güdürlər Güya özləri qanunla başın sürürlər Gələn gedəni saxlayır 151-in biri Bir dənə kəmər taxan qayı görmədim heç biri Harası protid olub, znakı dəyişirlər Nəqd znakın altında üçün yığışırlar A kişi bildin, bilmədin, onsuz da ilişirlər Saxlayır 4 bal və cərmə yüklüyürlər Dilə tutursan, rəis bilmədim, danışla Znak, təzə znakdır, görmədim, bağışla Ad canavar kimi üstüne gəlir hür Sənə